Hal-hazırda işləyirsiniz, düzdür? Bəli. İşlədiyiniz işdə sizə verilən tasklar, tapşırıqlar, bunlar ixtisasınızla müəyyən qədər əlaqəlidir, yoxsa tam əlaqəlidir? Yəni işinizi də təsvir edə bilərsiniz ki, vəzifəniz nə gedir və hansı tip tapşırıqlarla məşğul olursunuz? Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Kompleksinin layihələndirməsi institutunda oxuyuram. Birəbir ixtisasımın idarəsində işləyirəm. Bəli. Universitet vaxtı təcrübə proqramında həmin idarədə təcrübə keçmişəm və daha sonra potensialım onlara məlum olduğu üçün diplom müdafiəmdən sonra işə qəbul olmuşam. Hal-hazırda orada mühəndis vəzifəsində işləyirəm və tapşırıqlarımız ölkənin müxtəlif ərazilərində həmin suvarma sistemlərinin layihələndirilməsi olsun, kanal layihələndirilməsi olsun, drenaj sistemlərinin layihələndirilməsi, hər hansısa daşqınlar zamanı yaranan problemlərin aradan qaldırılması üçün meliorativ hesabatların aparılması olsun, bu kimi tapşırıqları yerinə yetiririk, bəli, icra edirik. Həmin ixtisası bitirən və əlaqədə olduğunuz adamlar olduğunu dediniz, qrup yoldaşlarınız və başqa tanışlar. Onlar hansı paralel müəssisələrdə və ya təşkilatlarda işləyirlər? Qrup yoldaşlarımdan bəzisi yenə Su Ehtiyatları Agentliyinin müştəri xidmətlərində işləyirlər. Bəziləri də rayon suvarma sistemləri idarələrində işləyirlər, məsələn Zaqatala və s.